Salam değerli futbol severler. Bugün Skyline komandasıyla Mitap komandası karşı karşıyadır. Hazırda hakim oyuncuları sayır. Mitap komandası hazırda taktika kurur. Hakim hepsi seslendi ve oyun başladı. Sami'nin topu birbaşa rakibe verdi. Mitap komandası bugün güçlü hazırlaşıp oynar. İleriye doğru zərbe. Çok üstün seviyede paslaşırlar Mitap komandası. Burada Təxmin topu ələ keçirdi. Təxmin Saminə doğru pas atmaq istədi. 7 nömrəli oyuncu qapıya birbaşa zərbə, lakin top qapının üstündən keçir. Hal-hazırda qapıcı top mərkəzi göndərəcək. Evet, göndermedi. Skyline komandası out başladı. Geriye doğru pas. Ağa ile paslaştı qapıcı. Ağa əvvəl Black Eagle komandasında qapıcı dayanırdı. İndi hal-hazırda Skyline komandasına transfer olunub. Top hal-hazırda Təxmindədir. Təxmin irəliyə doğru irəliləyir. Təxmin sağ cinaha pas ötürdü. Burada Bəhməndədir top. Bəhmən Saminə pası göndərdi, lakin Samin topu ələ keçirə bilmədi. Hal-hazırda çox maraqlı bir oyun bizi gözləyir. Oyunun irəliləyən dəqiqələrində daha yaxşı oyun göstərəcəklər bizə burada. Yetdi nömrəli oyuncu birbaşa qapıya zərbə endirmək istədi, lakin Mitap müdafiəçi topun qabağını kəsdi. Hal-hazırda Təxmin qapıya zərbə endirir, lakin top qapının sağından keçir. Topu mərkəzə doğru göndərdi Mitap'ın qapıcısı. Burada Bəhmən topu geriye doğru gönderir. Burada Skyline komandası topu ələ keçirir. Görək. İki nəfərlə çox gözəl mübarizə aparır. Burada hücumun qabağını kəsdi Mitap komandası. Burada sislə paslar davam edir Skyline komandası tərəfindən. Lakin topu itirdi Skyline komandası. Çok maraqlı oyun gelir. Burada Mitap komandasının hücumunu görüyor, lakin müdafiəçilər çox peşəkarcasına topun qarşısını aldı. Hal-hazırda
küncdən zərbə başlanılacaq. Останься с десяткой. Не надо, сейчас нам не нужно. Bəli, oradan. Проще. Да, все, хорошо. Qapıya doğru zərbə var idi, lakin o qədər də təhlükəli alınmadı. Bu qədər də təhlükəli zərbə deyildi. Burada Samin çok güzel ötürmə verildi Samin'e, lakin Samin müdafiəsi geçti oynadı burada. Samin'le bir şey yok idi. Müdafiəsi daha sürətlə qaçdı və topu oyundan qırağa ötürdü. Hal-hazırda küncdən zərbə başlayacaq Skyline komandası 11 nömrəli oyuncusu. Burada 8 nömrəli oyuncu qapıya doğru zərbə, lakin top qapının yanından keçir. Kapılara bakın, sırtına boydan. Kullanasam mı? Yavaş yavaş. Az da təxmin topu ələ keçirdi və bu hücum çox təhlükəli görsənir. Altı nömrəli oyuncu topu ələ keçirdi. Az da Bəhmən topu qəbul elədi və geriyə doğru göndərdi. Təxmin isə topu çox yüksəyə doğru zərbə. Orada hal-hazırda Samin qapıya doğru zərbə. Samin'in zərbələri çox təhlükəli olur. Özelliklə də sol ayaqla vurulan zərbələri. Hal-hazırda küncdən zərbə başlayır Skyline komandası. Aha. İçəriyə doğru ötürmə. Lakin heç bir oyuncu topu qəbul eləmədi orada. Hakim burada qayda pozuntusu olduğunu bildirir. Təxmin topun arxasındadır. Görək zərbəni kim endirəcək? Təxmin yoxsa Samin? Hər ikisi belə pozisiyalardan qol vurublar və aralarında nəsə sözləşdilər burada. Fərqli bir taktika gedəcək. Bəli, birbaşa Samin göndərdi. Az qala qapıya dəyirdi, lakin qapıcı topu göndərdi. Deyəsən qapıcı burada zədələnib hal-hazırda. Qapıcı dura bilmir ayağa. Hakim nə olduğunu dəqiqləşdirmək üçün qapıcıya yaxınlaşır və hər şey qaydasındadır. Oyuna davam edə biləcəkmi qapıcı? Biraz sual altındadır. Və bəli, oyuna davam edəcək. Çox təhlükəli zərbə idi bu. Sami'nin zərbəsi. Burada yenə Mitap komandasının oyuncusu zədələnib. Hakim oyunu saxladı.
Geriye doğru pas. Skyline komandası tarafından 17 nömrəli oyuncu Qapçı Ağa'ya gönderdi. Yeni transfer Qapçı Ağa. Ağa biraz kobud səhv burada elədi və qapıya doğru zərbə. Top qapının yanından keçir. Hazırda Ağa pasla başlayır oyuna. 7 nömrəli oyuncu. Qədir 7 nömrəli oyuncu topu qəbul edir və hal-hazırda 2 oyuncunu keçir. Və burada təxminə doğru ağıllı bir pas fikirləşir. Lakin pas ünvanına çatmır. Burada hakim təxminin qayda pozduğunu bildirir. Top uğrunda mübarizə apararkən aha. Burada hakim hər hansı bir qayda pozuntusu olduğunu bildirir. Görək nə olub bu? Nə olub burada? Yaşıl komanda oyuna başlayır. Topu mərkəzə doğru göndərir. Və burada təhlükəli bir vəziyyət ola bilərdi, lakin Skyline müdafiəçiləri arxadaydı və bu təhlükənin qarşısını kifayət qədər yaxşı bir performansla aldılar. Hal-hazırda Bəhmən irəliyə doğru ilərləyir. Lakin top oyundan kənara çıxır. Yaşıl komanda paslaşmaq istəyirdi, lakin təxmin topu ələ keçirdi. Təxmin qapıya doğru zərbə göstərir, lakin vurmur. Təxmin qapıya doğru zərbə, müdafiəçilər yerindədir. Hal-hazırda Skyline komandası topu itirmədi. Deyirdim ki, itirdi. Aha. Burada bir oyuncu zədələnib, bu səbəbdən oyun dayandırılır. Demək olar ki, son 5 dəqiqədə Skyline'ın 3 komandası, 3 oyuncusu zədələnib. Özür istəyirəm, Mitap komandasının 3 oyuncusu zədələnib. Hal-hazırda deyəsən oyuncu oyuna davam edə bilməyəcək bu səbəbdən. Oyuncu dəyişikliyi olacaq Mitap komandasında. Bəli, komanda yoldaşları həmin oyuncunu meydançadan çıxarmağa köməklik edir. İnşallah ki, vəziyyəti yaxşıdır həmin oyuncunun. Oyuna davam edəcək. Bəli, yeni oyuncu Mitap komandasından yeni oyuncu oyuna daxil olur. Böyle oyuncu dəyişikliyi bitti. Hal-hazırda Mitap komandası. Top Mitap komandasındadır. Mitap komandası topu irəliyə doğru göndərir, lakin irəlidə Mitapın oyuncusu yox idi. Ya, hal-hazırda təzə gələn oyuncu kifayət qədər aktiv başlayır oyuna. Bəli, burada irəliyə doğru topu göndərir Mitap komandasının. Lakin Bəhmən burada. Bəhmən idi yoxsa yox? Dəqiq bilmirəm. Güclü müdafiə oyunu göstərdi. Skyline komandası alttan başladı. Mitap komandasının təhlükəli hücumu ola bilərmi? Və hal-hazırda onu görəcəyik. Burada yenə bir qayda pozuntusu. Bəhmən idi bu səfər əmrəmsə. Və hakim sarı kartını çıxarır. Orada Bəhmən ayağını çox qaldırmışdı səfər əmrəmsə. Mitap komandası oyuncusunun dizinə
oyunçusuna dəydi. Dizli Mitap komanda oyunçusuna dəydi düz istəyirəm. Bu müdaxilə biraz sərt idi. Hal-hazırda Skyline komandasında oyuncu dəyişikliyi baş verir. Nadir oyuna girir. Top komandası. Qapıya doğru birbaşa zərbə endirəcəkmi? Bəli, birbaşa qapıya doğru zərbə və düz Ağanın qucağına, qapının qucağına doğru gəldi bu top. Raul 10. Hal-hazırda Ağa topu irəli göndərmək istəyirdi, lakin top yenə Mitap komandası oyuncusundadır. Qapıya doğru zərbə endirildi, lakin müdafiəçi bu topun qarşısını kəsdi. Hal-hazırda altdan başlayacaq Расул! Mitap komandası. Руслан, останься! Рос! Расул, поднимайся! Руслан, останься втроем! Подбор твой! Pasla başladı auto və qapıya doğru zərbə endirmək istədilər, lakin kiçik qapıya doğru zərbə getdi. Hal-hazırda pasla başladı. Hakim qapıcıya yenidən başlamağı məsləhət gördü. Nadir hal-hazırda topu biraz itirmiş kimi oldu və burada çox təhlükəli bir vəziyyət yarandı. Görə burada hakim nə qərar verəcək? Ümumiyyətlə çox qayda pozuntusu oldu bu oyunda. Hakim kart çıxarmır. Lakin yəqin ki cərimə zərbəsi təyin edəcək. İrəliyə doğru gedək. Daha yaxşı kadr tutmaq üçün. Burada birbaşa qapıya doğru zərbə endirə bilər Mitap komandanın oyuncusu. Onu deyim, çox təhlükəli mövqedir. Birbaşa qapıya doğru zərbə, lakin top qapının kənarından keçir. Рус, спина! Внимательно, семерка бегает! Aha. Шире! Правильно! Hal-hazırda Mitap komandası hücumunu görürük. Бежать, бежать! Hayır, Bəhmən burada topu ələ keçirdi. Bəhmən sağ cinahdan çox sürətlə qaçır. Və təxmin topu ələ keçirdi, lakin top təxmindən kənara çıxdı deyəsən. Xeyr, yaşıl komandanın Bəli, yaşıl komandanın oyuncusundan kənara çıxmışdı top. Bəhmən topu Samiyə doğru göndərir. Lakin bu pas geridə qalır. Pas geridə qalır. Hal-hazırda Mitap komandası paslaşmağa davam edir. Nadir burada cəhtliyi ilə topu ələ keçirdi. Görək, aha. Burada Samindən burada təhlükəli zərbə. Orada müdafiəçi olmasaydı qapıcı çətin anlar yaşayacaq idi. Hal-hazırda hesab 0-0'dır. Görünür ki Mitap komandası bu oyuna çox ciddi hazırlaşır. Hər iki komanda çox ciddi hazırlaşır. Bəhməndən qapıya doğru zərbə, daha doğrusu içəriyə doğru zərbə.
Burada qafiyə doğru zərbə. Lakin qapçı yerindədir. Ahmet! Kesin de biz seçtik. Ama iki kişi var. Hatta oyuncusu var orada. 11 olmadı. Burası bir sana bir talebeydi. Böyle altına yeri var ya. Aha. Hal-hazırda Bəhmən top arxasındadır. Bəhmən geridə ilk pas göndərir. Gel, dön biraz. Yazır da insanlara bak. Tabii zayıfat dedik adamı görüyoruz. Adamı görüyoruz. Burada Bəhmən içəriyə doğru göndərir. Lakin hücum uğurlu alınmadı. Barış! Böyle burada. Top komandası oyuncusu tullanarak topu qəbul elədi. Topu uzaqlaşdırdı daha doğrusu. Burada hakimin heç bir qayda pozuntusu olmadığını bildirir. Top komandası Bravo! Ali hücumun qarşısını aldı. İyi, bitti. Хорош, Надя, хорош. Годи, Рафаэль, годи. Центр возьми. Годи. Годи, Yoruldu. ауты оставляй. Центр тоже. Есть право защиты. Да, еще, момент прошел, все. Выиграть надо. Исма, не лезь, у тебя левый игрок. Sol cinahdan sağ cinaha doğru uzun pas gönderdi. Skyline müdafiəçisi. Правильно, правильно все. Oha, Bəhmən out başladı Samindən. Samin burada əsəbləşir. Hakimin ədalətsizliyinə. Отбор! Давай, тяну. Hal-hazırda Mitap komandası topu oyundan çıxmağa qoymur. Nadir burada topu itirir. Və burada Mitap komandasının dəqiq pası. Dəqiq pas göndərir. Хорош, Али, хорош! Təxmin hal-hazırda top arxasındadır. Təxmin irəliyə doğru göndərir, lakin müdafiəsi qarşısına alır. Hal-hazırda top Samindədir. Biraz narahat olsunlar məncə Mitap komandası, Хорош, lakin браво! topu istədiyi kimi vura bilmir Samin. Hal-hazırda bugün Saminə sanki göz zəyib qapıya, normal tam istədiyi kimi zərbələr endirə bilmir. Ağa pasla başladı. Bəhmən topa çata bilmədi. Ona verilən, ona göndərilən pasa çata bilmir və top oyundan çıxır. Hal-hazırda Mitap komandası out başlayacaq. Adil Arkan
Yanda. Doğrudan da Mitap komandasından bugün çok qəşəng oyun görürük. Ağa topu. Hey! Tehmen, teminat vur. Burada hal-hazırda Samin irəliyə doğru göndərdi. 7 nömrəli oyuncu görək topa çatacaqmı? Topa çata bilmədi. Bravo Daş, bravo. Burada kiçik az yaşlı azarkeşimizi görürük hal-hazırda. Mitap komandasını dəstəkləməyə gəlib. Tehmen, hamımız yok. Tek kalır. Burada top uğrundan mübarizə getdi. Top yenidən Skyline komandasındadır. Nadir burada çox qəşəng bir driblinglə keçdi. Samin sağdan qapıya zərbə indirdi. Lakin o qədər də yaxşı alınmadı burada. Top hal-hazırda Bəhməndədir. Aha. Tehmen'e bak, yine vur. Mitap komandası. Roş. Burada qəşəng bir pas. Skyline komandasından Bəhmən. Qapıya doğru zərbə endirəcəkmi? Bəli, birbaşa qapıya doğru zərbə və bu təhlükəli zərbə idi. Qapıcı bunu saxlaya bilsə də təhlükəli və qüvvətli zərbə idi bu. Hal-hazırda ikinciden zərbə pasla başlanılır. Skyline komandası hücumdadır. Təhlükəli vəziyyət ola bilər Mitap komandası üçün. Bəli, burada qapıya doğru zərbə və gol. Evet, dediyim kimi təhlükəli hücum oldu bu. Və golla tazlandırdılar bu oyunu. Baş çok vurun kapıya. Sermez o da olmadı. O da iyi gider. Ay bilə. Burada təxminə çox təhlükəli zərbə. Top komandasının qapısında çox təhlükəli bir vəziyyət yarandı. Təxmin orada qol vura bilərdi.
Lakin qapıcı çox ayıq-sayıq davrandı orada. Bəli, Skyline oyuncusu təxmin hal-hazırda havadan pas geri dəqiqə alındı. 5 nömrəli oyuncu tərəfindən göndərilən. Burada hal-hazırda top təxmindədir. Görək təxmin. 7 nömrəli oyuncu qapıya doğru zərbə, lakin 7 nömrəli oyuncu qapıya doğru zərbə, lakin topu çox hündürdən vurdu. Çox təhlükəli vəziyyət idi hal-hazırda. Skyline komandası biraz daha aktivləşdi elə bir. Mitap komandası daha da oyuna ciddi yanaşmalıdır. Daha diqqətli oynamalıdır. Bəli, burada Mitap komandası qayda pozuntusu edib. Hal-hazırda təxmin topun arxasındadır. Hakim birinci tayının neçəsə dəqiqə əlavələr elədi. Təmin topu göndərir içəriyə doğru. Birbaşa dirəyə hədəf alır. Burada Nadir Yüngül de olsa itelənir Mitap komanda oyuncusu tərəfindən. Ve hal-hazırda Sami'ye doğru top gelir. Görək Sami'nin qapıya doğru zərbə indirməyə macal tapacaq mı? Burada hakim heç bir qayda pozuntusu olmadığını bildirir. Hakim birinci tayımın bittiğini işaresini bildirir. Hal-hazırda ikinci time başlayır. Qapılar dəyişir. Kapıya ver suyu. Kapıya doğru zərbə Mitap komandasından. Zərbə
geri dəqiqə alınır. Bu da bazaca keçməz. Bəhmən irəliyə doğru göndərir topu. Təhlükəni biraz uzaqlaşdırır. Burada Daşdəmir topu Хорош, Taş! göndermək istəyir. Lakin alınmır. Штраф. Зауф, ты опустись, помоги! Отбор! Topu mərkəzə doğru göndərir. Başla zərbə qol ola bilərdi. Lakin olmadı. Çox təhlükəli zərbə idi bu. Skyline komandasından çox təhlükəli zərbə. Qapıya doğru. İkinci time artıq 2 dəqiqə olar ki başlayıb. Hesab 1-0 Skyline komandası xeyrinədir. Раул лучше, нет, он не даст пас, Раул, ты İrəliyə лучше doğru. к игроку ближе! Çox qüvvətli zərbəsi var idi həmin oyunçunun. Поиграть! Голоса! Bu da irəliyə doğru zərbə, burada təhlükə ola bilər. Hakim burada penal qeyd edir. Hesabı bərabərləşdirməyə bir şans ola bilər Mitap komandası üçün. Və hakim sarı kart göstərir qapçı ağaya. Ali умница! Hal-hazırda qol ola bilər. Добивай меня внимательно! Hesabı bərabərləşdirmək üçün əla bir şansdır bu Mitap komandasına. Рот, внимательно! Hakim son tapşırıqlarını verir. Topa yaxınlaşır və gol! Təbrik edirik Mitap komandasını burada da. Sevinirlər hal-hazırda. Azarkeşdə. Ali, еще раз, давай еще нужно все это делать. Balaca azarkeşimiz də sevinir. Алиса, Рауф, прессинг сейчас повыше сразу! Сразу прессинг повыше! Выше, играйте, выше! Потеряют! Hal-hazırda hesab 1-1'dir. Потеряют! Сразу, бежит, бежит, на Тахмин. опережение! На опережение! Да! Təhmin burada topa çata bilmədi. Aha. Deyəsən daha əvvəlki oyunlarda da qarşılaşmışdı Skyline ilə Mitap komandası. Baş sən. Sən haqqında ancaq gözəl şərhlər verəcəm. Сразу в отбор! Сразу в отбор! Рауф, ты с игроком! Aha, daha əvvəl də qarşılaşmışdı bu komanda. Səhv eləmirəmsə onda Skyline qalib gəlmişdi. Amma hal-hazırda Mitap komandası çox mübariz oyun göstərir. Жек, сам делай, давай! Zəfər, hansı mövqədəsən? Рауф, ниже он не добьет! Ниже Ала. линии. Вот так! Burada təxmin çox qəşəng akrobat. Спокойно! Çox qəşəng bir keçdi. Страхуйте, помогайте! Çox qəşəng topu qəbul eləmişdi daha doğrusu belə. Подать! Daşdəmir hal-hazırda. Да! Burada hakim qayda pozuntusu olduğunu bildirir. Evet, bu Daşdəmir deyildi. Bir oyuncuydu.
Hal-hazırda təmin topun arxasındadır. Ареф, ставь стенку внимательно. Можешь троих ставить. Təmin topun arxasındadır və açıq deyim çox böyük məsafədir. Yəni birbaşa qapıya doğru zərbə vurmaz yəqin ki. Təmin. Vursa belə çox nadir hallarda o qola çevrilə bilər. Браво, два игрока, опустись ниже. Hal-hazırda təxmindən birbaşa qapıya doğru zərbə. Lakin zərbə qeyri-dəqiq alınır. На центральную точку бьет. Стойте там, да. Burada Skyline'ın hücumuna şahid oluruq hal-hazırda. Пойдет, пойдет. Не расслабляемся. Burada top təxmindədir hal-hazırda. Təxminin pası qeyri-dəqiq alınır. Orada hakim təxminə kobud qayda pozuntusuna görə sarı kart verir. Bəli, o farklı sarı kart idi. Lakin Mitap komandasının oyuncusu yıxılsa belə oyuna davam eləmişdi. Buna baxmayaraq hakim oyunu dayandırdı. Mitap komandasına cərimə şansı yarattı. Hal-hazırda cərimə zərbəsini yerinə yetirir. Birbaşa qapıya doğru cərimə zərbəsi. Lakin top çıxır. Центр надо выиграть. Skyline komandası. Biraz daha yorulub elə bil. Burada 7 nömrəli Daşdəmir hal-hazırda topun arxasıca qaçır. Görək topu çıxmağa qoya bil. Topu çıxmamasına şərait yarada biləcəkdimi? Xeyr, yarada bilmədi. Auto Mitap komandası başlayacaq. Və bəli, burada çox sürətlə Mitap komandası oyuncusu çox sürətli idi burada. Lakin hücumu tamamlaya bilmədi. Помочь надо. Не бросайся. Дальние, дальние, дальние. Burada qapıya doğru zərbə Skyline komandasına. Пусти, пусти, да. Диагональ левая. Окей. Они шире, они шире. Burada Нормально, молодцы, молодцы, все. hakim qayda pozuntusu olduğunu bildirir Skyline komandası tarafından. Burada çok gülməli bir vəziyyət yarandı. Burada Daşdəmir çok təhlükəli hücum eləmişdi.
Все, сели ниже с игроками. Alo, Samen de hoca. Ay salı. Alo, Samen de hoca. Ay. Hemen dal. Hemen. Dal. Раул, туда не нужен, опусти пониже, Раул. Ты за красный играешь, что ли? Опустись ниже. Ortağını! Biz niye tek orada? Hakem burada qayda pozuntusu olduğunu bildirir. Ve sarı kart ve kırmızı kart. Top komandası oyuncusu. İkinci sarı kart alarak oyunu terk ediyor. Hal-hazırda Mitap komandası azlıqda qalır. Pankrat kırıldı. Yalan. Necə sınır? Ниже играй вместо Эмиля. Центр возьми. Daha hakemlikten çıxmışsan deyəsən. Hayır biraz stres. Hasta oynayamam bir şey. Bizə geçsin. Bakmak daha marak. Qardaş oyunu qəsdən sanki uzadır. Bir-birdə. Zav gedək də. Bak artırasın, nasıl da bir oyun bırakın. Burada Ne oldu bize? hal-hazırda Mitapla Skyline oynuyor. Hesap 1-1'dir. Hal-hazırda çılgın azarkeş burada var. Nadir hal-hazırda altı başlayacaq. Не надо!
Burada 2-1. Murat ayıpdan da. Biz səhərdən sizdən çox ayıp edən şey yoxdur. Ali, вот, я здесь. Джек, Джек! Давай, давай сюда, Джек! Да. Рауф! Все, замем, все. Biraz kıra çekiler. Biraz kıra. Emir. Nişan игрокам. Hakim burada məlumatlarını verir. Burada çılgın azarkeş. Oo, burada qəsdən 50 oyun var və bu birbaşa sarı kartdır. Niye böyle oynuyorsunuz ki baba? Tayfun üstünde o cür oyun oynuyorsun. Burada çılgın azarkeş. Geçen oyun 28 tane gol vurmuşum. Aha. Yuxuda. Yuxu. Ben nerede olduğumu bileyim. Burada topun arxasında Samin dayanır. Samin görək təhlükəli zərbə endirə biləcək mi qapıya? Samin pasla başlamaq istədi. Qapıya doğru zərbə, lakin top qapının üstündən keçir. Burada çılğın azarkeş gedir daha yaxından baxmağa. Ahmet görəm orada. Hadi. Поднимайся. Выиграешь. Антон. С игроками каждый. Исма, доработай. Оборона выше. Düşün yanına. Burada Mitap komandasına təhlükəli bir hücum görə bilirik. Bəli, burada sürət çata bilərsə Daşdəmir sürətini çatdıra bilərsə qapıya doğru zərbə endirə bilər. Qapıya doğru zərbə və gol. Hesab 2-1. Daşdəmir bu hesabı öz sürətinin hesabına, qolu öz sürətinin hesabına vurdu. Hal-hazırda Mitap komandası oyuncusu vaxt itirmək istəmir. Hesabı bərabərləşdirmək üçün daha tez can atır. Skyline komandası 2, Mitap komandası 1. Amma onu da nəzərə almaq lazımdır ki, Mitap komandası hal-hazırda 10 nəfərlə stadiondadır. Bəli, burada təxmin topu az qala bir hələ keçirsin. Nadir out başladı. Təxmin. Təxmin pasla oynayır. 5 nömrəli oyuncu topu içəri doğru göndərmək istədi. Ve burada doğrudan da Mitap komandası oyuncusuna hava oydu. 3 nəfər keçdi. Burada oyuncu yerdə qalıb.
Burada oyuncu davam edip eləməyəcəyi barədə qərar verməlidir. Qapıya doğru zərbəni tapdalaması. Aslında maraqlı oyundur. Sadəcə Mitap komandası 10 nəfərləndir deyə. 10 nəfərdirlər? Hə. Hansılar? Yaşıllar. Yaşıl. Qırmızı alıblar. Qarı olmazlar. Hə, onun sərt. Nabıqlarımı göstərmişdir. Ki futbol belə oynanırlar. Burada kırıkın düşmez ya. Bırak. Ben 10 gün aşağımı zaten. Get. Hal-hazırda Skyline komandası da 2 sarı. Skyline komandası oyuncusu 2 sarı alaraq oyun tərk edir və oyuncu sayı bərabərləşir oyunda. Mitap komandasında da 10 nəfərdir, Skyline komandasında da. Bu hesabı bərabərləşdirmək üçün Mitap komandasında bir şans ola bilər. Bu oyunda həddindən artıq çox sarı kart verildi. Qırmızı kart verildi. Yeganə çempionat oyunudur ki, bu qədər çox sarı kart və qırmızı kart verilir. Hal-hazırda Samin topun arkasındadır və irəli doğru topu göndərir. Burada görək. Çok kuvvetli. Zərbə olmadı bu. Hal-hazırda küncdən zərbə başlanılır Skyline komandası tərəfindən. Görək, mərkəzə doğru top göndərildi. Burada Nadir topu qəbul elədi. Qapıya doğru zərbə indirəcəkmi? Xeyr. Burada Əli topa çata bilmədi. Topu qəbul edə bilmədi. Hal-hazırda hücum təhlükəsi uzaqlaşdırıldı Mitap komandasında. Samin birbaşa qapıya doğru zərbə. Qapıcı yerində idi. Hal-hazırda küncdən zərbəni Skyline komandası yerinə yetirəcək.
Merkeze doğru yine top gönderilir. Daha doğrusu içeriye doğru top gönderilir. Burada Daşdəmir qapıya doğru zərbə endirə bilərdi. Lakin müdafiəçilər onun qarşısını kəsdi. Center'dan başlamazlar yəqin bura. Hal-hazırda Nadir altdan başlayacaq. Və burada topu çıxmağa qoymadı top komanda oyuncusu və top meydançadan kənara çıxır. Top orada Şiferin üstündə qaldı hal-hazırda. Hakim oyuna yeni topu daxil edir. Hakim oyuncu dəyişikliyinin hər iki komanda üçün etdiyini bildirir. Лево есть! Они все в центр бить, Расул! Burada Samin topu çok etkili olmuş. Burada çok tehlikeli hücum olabilir Mitap komandası tarafından. Qapısı topdan qapısı öz qapısından xeyli uzaqlaşmışdı burada ağa. Джек! Джек! Джека! Оставь его ближе сюда! Ну, два игрока! Расул! Два игрока, внимательно! Hal-hazırda Samin topun arkasındadır. Bir nəfər keçdi və irəliyə doğru topu göndərir. Təxmin burada qapısı ilə təkbətəkdir. Və təxmin 3-1. Təxmini burada təbrik edirik. Hesap 3-1'di. Burada təxmindən çox qüvvətli zərbə gördük hal-hazırda. Top komandası həvəsdən düşməyib, hal-hazırda var gücü ilə oynayırlar. İrəliyə doğru pas göndərmək istədi. Bakın 17 nömrəli oyuncu ümumiyyətlə nəfəs almağa imkan vermir Mitap komandasına. Орха! Побороться надо, поборись! Орха! Поднимись, поборись, ты высокий! Только побыстрее надо немножко! Hal-hazırda qapıya doğru zərbə endiriləcək Mitap komandası tərəfindən. Böyük ehtimalla. Bəli, dediyim kimi qapıya doğru zərbə və Mitap komandasının heç bir oyuncusu orada yox idi ki oyun sonunu gətirsin. Hal-hazırda təxmin 3-cü qolun müəllifi qapısı ilə təkbətəyə çıxıb gol vurdu bayaq. Hal-hazırda Mitap komandasının oyuncusuna qarşı kobud qayda pozuntusu var idi. Aha. Bəhməm, təxmindən burada qeyri-adi hərəkətlər görürük oyunun ortasında. Sanki kurortdadır. Bu tərəfdə gərgin məşq, bu tərəfdə təxmindən qeyri-adi hərəkətlər.
Bu qapıya doğru təhlükəli zərbə Mitap komandası tərəfindən. Və burada qapıcı yerində idi ağa. Təxmin hal-hazırda ayağa qalxır. Yok ey, varyant yok diye. Bu boşuna neyse. Nadir burada təhlükəni uzaqlaşdırır. Və hal-hazırda ikinci bir gol təhlükəsi ola bilərmi? Daşdəmir topu qəbul edir. Daşdəmir irəliyə doğru sürətlə zərbə. Lakin Mitap komandasının oyuncuları öz yerini tutdular. İrəliyə doğru zərbə Mitap komandası tərəfindən. Zərbə dəqiq idi, lakin oyuncu topu ayağında saxlaya bilmədi. Hal-hazırda Mitap komandası out'u başlayır. Və burada çox qəşəng bir pas, çox gözəl bir pas Mitap komandası tərəfindən və ikinci penal hal-hazırda oyunda. Hesab 3-2 ola bilər. Mitap komandası bu oyunda ancaq penal vurdu. Penaldan yəqin ki gol vurdu. Ancaq penaldan gol vuracaq. Qapıya doğru zərbə və gol. Hesab 3-2. Skyline komandası hesabla qabaqdadır. Son 4 dəqiqə qalıb. Və Mitap komandası hesabı bərabərləşdirmək istəyir. Təxmindən irəliyə doğru zərbə. Помочь надо, Кадир, опуститесь, помогите! Как они выйдут? Марк, центр! Burada Mitap komandasının müdafiəçiləri biraz bu səhvlər elədi. Burada Skyline komandası. Arka kayıt. Ничего, ничего, играйте, играйте! После игры, давайте сегодня после игры! Красава! Мяч оставь! Ребят, зачем нам сейчас 4 защитника? Кадир, Саш, Саш, защита. Кидай, Гагай. Çık 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 o zaten orada çık. Aa ya. Böyle hesap 3-3 son dəqiqədə çok möhtəşəm bir gol Mitap komandası tərəfindən. Çok güzel bir gol oydu. Təbrik edirəm Mitap komandasını.
hesabı bərabərləşdirir. Burada da burada sadəcə uduzmamağa oynuyorlar Mitap komandası. Daha həvəslə, daha belə, daha çox motivasiya ilə başlayırlar oyuna. İkisi bastı. Burada İsmail deyəsən oyuna təzə girib. Burada pas geridəyi qalmış. Samin hal-hazırda. Samin də yorulub deyəsən. Mitap komandası 4-cü qolu vurmağa hazırlaşır. Burada İsmail bəy topu ayağında saxlaya bilmədi. Skyline komandası topu ələ keçirir və irəliyə doğru zərbə təmin. Burada ya uzaqlaşdırmalısan topu. Burada birbaşa qırmızı kart. Bəli, bu haqlı qırmızı kart idi. Qapısı ilə təkbətəyə çıxırdı və bunun qarşısını kəsdi. Hal-hazırda 9 nəfər. Mitap komandası 9 nəfərlə bir yerdədir və Mitap komandası sadəcə uduzmamağa cəhd göstərməlidir. Burada Təxminin və Saminin çox qüvvətli zərbələri ola bilər qapıya doğru. Tam onların istədikləri pozisiyadır. Və sanki öz komandasına görə özünü fəda elədi, belə deyim. Qırmızı aldı. Son dəqiqə uduzmasın deyə. Öz oyuncusu. Öz komandası son dəqiqə uduzmasın deyə. Özünə qırmızı kart aldı Mitap komandasının oyuncusu. Onu təbrik edirik. Yəni o həqiqətən çox böyük bir qurban idi, belə deyim. Hal-hazırda 9 nəfərlə qalıblar. Bəli, son dəqiqə qoldur. Bu qol olacaqsa oyun bitəcək. Və Mitap komandasının oyuncuları çox diqqətli olmalıdır. Qapıçılar çox diqqətli olmalıdır burada. Təxmin topun arxasındadır. Təxmindən qapıya doğru zərbə və gol. Çox belə son 10 dəqiqə çox möhtəşəm keçdi. Hal-hazırda Skyline oyuncuları sevinclərindən uçurlar. Və bəli, burada Təxmin doğrudan da əməyi çox böyük oyun, əməyi çox oldu bu oyunda.